Günün hansı saatında bizi izləyirsinizsə, hər vaxtınız xeyir olsun. Bugünkü qonağımız çox dəyərli bir insandır. Milli Məclisin deputatı, Gənclər və İdman Komitəsinin üzvü Müşfiq Cəfərovdur qonağımız. Xoş gəlmisiniz. Çox sağ olun. Müşfiq müəllim, hər bir sözün etimologiyası var və biz o etimologiyaya baxdığımız zaman görürük ki, sözlər əvvəlki formasını itirib və yeni bir forma alıb. Bizim dilimizdə də hal-hazırda baş verir və gələcək zamanlarda da bizim dilimizdə bu kimi dəyişikliklər baş verəcək. Çox sağ olun dəvətiniz üçün, əvvəla və dəyər verdiyiniz üçün və çox maraqlı işlə, belə desək, fəaliyyətlə məşğulsunuz. Bizim dilimizin qorunması, təbliği, gələcəkdə təbii ki, gələcəklə bağlı mən sual verdiniz, elə sualınızda da öz əksini tapdı. Yəni necə deyirlər, qədim, mən düzdür dilçi deyiləm. İxtisasca, yəni ola bilər burada hansısa yanlışlığa yol verəm. Ancaq istənilən halda bu gün elə Azərbaycan dilinin özü, bilirsiniz ki, illərlə biz Sovetlər Birliyində yaşamışıq və Sovetlər Birliyinin də məhz əsas demək olar yazışma dili, sənədləşmə dili, elə o cümlədən təhsil, tədris, yəni bütün demək olar ki, proseslərdə biz rus dilini görmüşük. Bizim daha çox valideynlərimiz düzdür. Bizlərə də mənim 44-45 yaşım var. Elə bizlərə də demək olar ki, əhatə etmiş oldu həmən o dövr. Təbii bu günləri artıq ancaq çox sevindirici bir haldır ki, bizim xüsusilə də Bakıda mən 25 il, 28 il, hətta 30 il bundan öncə Bakıya gələrkən Azərbaycan dilində hər hansısa bir yaşayış obyektində bir sual verirdimsə, cavabını rusca alırdım və yaxud da Azərbaycan dilində danışana belə bir təhər baxırdılar. Ancaq bugün artıq yəni biz artıq rus dilini çox az nadir yerlərdə eşidirik, düzdür yenə də eşidirik. Ancaq təbii ki, bu da indi qeyd etdiyim kimi o 70 illik dövrdə az bir zaman deyil. Ancaq sevindirici haldır ki, bu günləri Azərbaycan dilində danışanlar daha çoxdur və bu dilin qorunması ilə bağlı isə təbii ki, biz çalışmalıyıq, bizim dilçilərimiz bunun üzərində iş aparmalıdırlar. Xüsusilə də sosial şəbəkənin üzərindən, bunun imkanlarından istifadə etməlidirlər təbliğ üçün. Bax, bu cür verilişlərə hesab edirəm ki, çox böyük önəm verməliyik, yer verməliyik. Nəinki bu podkast şəklində, internet, televiziyalar üzərindən, bu bizim bu cür verilişlər televiziyalarımızda, xüsusi dövlət televiziyalarımızda yer almalıdır. Dilçilərimiz, mütəxəssislərimiz bu sahədə hesab edirəm ki, ciddi bir iş aparmalıdırlar. Həm keçmişini, dilin həm bugünkü vəziyyətini, həm gələcəkdə nə cür ola bilər. İndi düzdür, bugün ingilis dilinin öyrənməsinə də çox böyük önəm veririk. Çünki ingilis dili dünyəvi dildir, beynəlxalq bir dildir və insanlar təbii xaricdə təhsil almaq üçün öz övladlarını xarici dildə təhsilə yönəldirlər. Və oradan da dolayı təbii ki, bizim dilə də müəyyən bir təsirlər yenə də görürük. Çox tez-tez ingilis sözlərinə rast gəlirik elə cəmiyyətimizdə. Ancaq yenə də buna baxmayaraq biz həm ingilis dilindən, həm digər dillərdən təbii ki, Azərbaycan dilini yaşatmaq üçün, Azərbaycan dilini təbliğ etmək üçün biz işləməliyik. Bunun üzərində dilçilərimiz iş aparmalıdırlar. Qeyd etdiyim kimi təbliğat mexanizmimiz, təbliğat makinamız daha daim işləməlidir. Yəni bu baxımdan hesab edirəm ki, çox ciddi bir zərurət var. Sizcə bir insanın öz ana dilində danışa bilməməyi artıq təhsil və mədəniyyət problemi sayılmalıdırmı? Əgər sayılmalıdırsa, hansı səviyyədə bu qlobal problem hesab olunmalıdır? Bəli, mən tam deyərdim ki, belə deyək də, bugün ailələr var ki, hətta Bakının özündə də belə görmək olur ki, öz aralarında uşaqlarla, hətta həyat yoldaşları ilə ingilis dilində danışırlar və ya rus dilində danışırlar. Yəni bunu mən heç də bir mənalı qarşılamıram. Çünki dil təbii ki, ünsiyyət üçün çox yaxşı bir üsuldur. Yəni nə qədər insan çox dil bilirsə, bir o qədər onun ünsiyyəti, əlaqəsi, çevrəsi geniş olur, dünya görüşü geniş olur. Ancaq bu o demək deyil ki, yəni mən o dildə təhsil alıramsa və ya övladım təhsil alırsa, mən evdə
məişətdə, ya dostlarımla, ya həyatda, cəmiyyətdə mən o dildə danışmalıyam. Dili bilirsən lap yaxşı. Yəni o artıq sənin xaricə çıxarkən və ya da xaricdən qonaq gələrkən, yəni ünsiyyətin üçün çox zəruridir. Ancaq bu gün bu ana dilində danışmamaq, mən deyərdim ki, dilin bir çox məsələlərə təsiri var. Bizim mədəniyyətimizə təsiri var. Vətənimizin sevgisi, patriot, belə deyək də, vətənpərvərlik məsələsi burada gündəmə gəlir. Xüsusilə mən hətta görürəm dostlarımızdan da var. Mən hər zaman onu da təbliğ edirəm ki, xaricdə yaşayırlar. Təbii ki, xaricdə övladları təhsil alır. Xarici mühitdə yaşayır, yəni ingilis dilində deyək ki, danışır və Almaniyada yaşayır, orada öz dostları ilə almanca danışır. Ancaq ev şəraitində mən hər zaman deyirəm ki, mütləq şəkildə ailə birlikdə oldusa, çünki ailənin də birlikdə olması heç də hər gün deyil. Yəni yalnız səhərlər olur, bir də axşamlar olur, bir də deyək ki, istirahət günləri olur, şənbə, bazar olur. Yəni bu günlərdə, bu saatlarda heç olmasa Azərbaycan dilində danışmalıdırlar ki, oradakı o yaşayan, o böyüyən övladlar, Azərbaycan övladları, onlar Azərbaycan dilini mənimsəsinlər, Azərbaycanın mədəniyyətini nə olduğunu bilsinlər, Azərbaycana bir sevgiləri olsun. Çünki zamanla artıq biz onları itirmiş oluruq. Düzdür, onlar Azərbaycanlıdırlar, yəni onların ataları, anaları Azərbaycanlıdır. Ancaq belə desək ki, artıq o uzun illər keçdikdə, onlar o həyatı yaşadıqda, oradakı o dil üzərindən təbii ki, onlar artıq oradakı mədəniyyəti özlərinə götürmüş olurlar. O ölkəni sevmiş olurlar və Azərbaycandan belə desək də uzaqlaşmış olurlar. Eynən burada da yenə də düzdür, Azərbaycanda yaşasalar da, ancaq bu mədəniyyət hesab edirəm ki, ümumiyyətlə mədəniyyətimizdir. Bax, indi görürsünüz, Azərbaycan tarixini Rus bölməsində oxuyan şagirdlərə belə biz Azərbaycan tarixini Azərbaycan dilində çatdırmaq qərarını verdik. Yəni artıq Təhsil Nazirliyi bu sahədə də iş aparır. Yəni bu nə üçündür ki, Azərbaycanın tarixini uşaq Azərbaycan dilində öyrənsin, mənimsəsin. Yəni o dil dəyişikliyi təbii ki, ciddi bir belə desək də o sadəcə olaraq öyrənmək xatirinə öyrənmiş olur. Yəni dil üzərindən gedərsə Rus dilində. Ancaq Azərbaycan dilində onu oxuduqda artıq tam başqa bir mənzərə ortaya çıxır. Yəni o Azərbaycanlı olduğunu, onun tarixə bağlı olduğunu, onun mədəniyyətə bağlı olduğunu yəni göstərmiş. Ona görə dil çox böyük əhəmiyyət kəsb edir. Yəni bugünkü bizim həyatımızda və gələcəyimizlə bağlı təbii ki, ona görə bizim gənc valideynlərimiz, xüsusilə artıq övlad böyüdən valideynlərimiz istər xaricdə yaşasın, istər Azərbaycanda yaşasın, daha çox ailədə, evdə, məişətdə öz ana dillərində danışığa üstünlük verməlidirlər ki, onların övladları məhz Azərbaycan mədəniyyəti ilə, Azərbaycan tarixi ilə, Azərbaycan adət-ənənəsi ilə böyüsün. Siz iki sualın cavabında birində sürətli qloballaşmadan danışdınız, birində milli mənsubiyyətdən danışdınız. Biz bilirik ki, bu qloballaşma prosesində çox sürətli ünsiyyət lazım olur və burada da beynəlxalq dillər və ya hətta kompüter dili lazımdır. Amma bununla yanaşı həm də biz öz milli mənsubiyyətimizi qorumaq üçün dilimizin saxlamalıyıq da, dilimizin arxasında durmalıyıq, belə deyim. Siz burada bəzi tövsiyələr də verdiniz gənc valideynlərə və yaxud ümumiyyətlə atılan addımlardan da danışdınız. Bəs ümumilikdə sizcə buna təşviq eləmək üçün bu balansı qoruyub saxlamaq üçün nə etmək lazımdır? Çünki biz istənilən qədər video çəkirik, danışırıq bu barədə. İnsanların reaksiyası qəribə olur da. Biz öz aramızda istədiyimiz tərz danışa bilərik, istədiyimiz dildə danışa bilərik. Adətən mənfi istiqamətdə olan rəylər bu belə olur ki, yəni biz özümüz rus dilində danışırıq tutaq ki. Sizcə bunun üçün belə deyim də dövlət səviyyəsində hansı addımlar atılmalıdır? Bunun da demişkən bizim milli mənsubiyyətimiz bizim qürur mənbəyimizdir. Yəni bu həqiqətən də belədir. Yəni bu sözün dərin mənası var. Yəni biz onunla qürurlanırıq da, belə deyək. O baxımdan təbii bu günləri daha çox o xarici dildə deyək danışan insanlara bu cür
müraciət etdikdə ki, niyə öz dilinizdə danışmırsınız? Onlar onu belə desək də biraz bir mənalı qarşılamırlar. Və qeyd etdiyiniz kimi, yəni mən bu dildə istəyirəm danışmaq və bu dildə də yəni üstünlük verirəm danışmağa. Bu cür cavablar almış oluruq. Təbii ki, dövlət burada hesab edirəm ki, artıq müəyyən işlər görülür. Yəni elə mən bayaq qeyd etdim, hansı ki Azərbaycan tarixi dərsinin, o cümlədən bilirsiniz ki, indi 9-cu siniflər buraxılış imtahanı zamanı rus bölməsində təhsil alırsa və ya da ingilis bölməsində təhsil alırsa, onlar mütləq şəkildə Azərbaycan dilindən imtahan verməlidirlər. Yəni və minimum deyək ki, o 75% keçdiyi halda onun o 9-cu sinif imtahanları məqbul hesab edilir. Mən bunu əslində niyə bilirəm? Dəqiqliyindən, o faizlərdən belə qızım bu yaxında imtahan verdi. Düzdür, oğlum Azərbaycan sektorunda təhsil alır, ancaq qızımın seçimi idi, yəni rus bölməsində təhsil almaq. Sadəcə olaraq, yəni ancaq biz evdə hər zaman Azərbaycan dilində danışırıq və o da öz demək olar ki, qohumları ilə, dostları ilə də Azərbaycan dilində danışır. Yəni ancaq dil bilgisi təbii ki, dediyim kimi, dil bilgisinin heç bir ziyanı yoxdur. İstər rus dili, istər ingilis dili, alman dili, ispan dili, yəni müxtəlif dillər bilmək, yəni o hansı ki beynəlxalq səviyyədə bir çox ölkələr istifadə edən dillərdən söhbət gedir. İndi bu gün təbii ki, türk dilində çox böyük önəmi var, çünki biz Azərbaycan türkçəsində danışırıq və bu dili biz Özbəkistana gedərkən heç mən açıq deyim ki, rus dilindən və ingilis dilindən istifadə etmirəm. Türkiyə həmçinin təbii ki, bizim qardaş ölkələrimizdə hər ikisi. Qazaxıstan düzdür ola bilsin biraz müəyyən çətinlik var orada dildə. Ancaq Türkmənistanda mən oldum, çox rahat Azərbaycan dilində danışırdım və çox da rahat başa düşürdüm. Yəni təbii ki, dövlət yenə dediyim kimi artıq müəyyən o tələblər də qoyur. İşə qəbul zamanı, deyək ki, imtahan zamanı, 9-cu sinif buraxılış, 11-ci sinif buraxılış, o cümlədən qəbul imtahanı zamanı artıq o tələblər var. Deyək, universitetə qəbul olarkən, ondan başqa işə qəbul zamanı mütləq şəkildə, çünki bütün yazışmalar bu günləri indi Sovetlər dönəmində düzdür, mən bayaq qeyd etdim ki, rus dilində aparılırdı bütün yazışmalar, çünki hər şey Moskvaya bağlı idi. Yəni bütün 15 respublikanın 15-i də Moskva ilə təbii ki, hesablaşırdı. İndi bu günləri artıq biz müstəqil bir ölkəyik, müstəqil siyasət həyata keçiririk və öz dilimiz var, ana dilimiz var. Ona görə bütün yazışmalarımız, artıq bütün sənədləşməmiz, hər bir demək olar ki, Azərbaycan dilində aparılır. Ona görə hesab edirəm ki, bu gün artıq o rus dilli danışan insanlar da, onlar da artıq hesab edirəm bunu bilirlər, görürlər və bundan nəticə çıxarmalıdırlar ki, dilin bilgisi heç də onlar üçün ziyanı yoxdur, xeyri var. Ancaq bu o demək deyil ki, biz Azərbaycan dilimizi unutmalıyıq, biz Azərbaycan dilində danışmamalıyıq, biz Azərbaycan dilini yaşatmalıyıq, uşaqlarımıza ötürməliyik. Yəni uşaqları, övladlarımızı o ruhda, o mədəniyyətdə, o tarixə bağlılıqla, vətənə bağlılıqla yəni böyütməliyik. Hansısa bir könüllü fəaliyyətinə başlayırıq və yaxud da iş müsahibəsinə gedirik və orada ilk növbədə HR-la qarşılaşırıq. Və HR-ın, yəni mən şəxsən gördüyüm HR-ların demək olar ki, hamısı, yəni mənə bu sualı ünvanlayıb ki, öz background-unuz haqqında məlumat verin. Və mən belə düşünürəm, yəni təcrübəniz haqqında və yaxud da fəaliyyətiniz haqqında məlumat verin demək əvəzinə, yəni bu bütün gördüyüm HR-ların hamısı bu sualı mənə ünvanlayıb, yəni background-unuz haqqında məlumat verin deyir və yaxud da deadline-ınız nədir? Yəni bu şəkildə danışır. Yəni bunun əvəzinə fəaliyyətiniz, iş təcrübəniz deyə bilər də və yaxud da hansı bir təlimə, tədbirə gedirik. Orada xüsusən şəxsi inkişaf, karyera haqqında danışan mentorlar, yəni təlimçilər çoxsu bu sözlərdən istifadə edirlər. İstər rus, istər ingilis dilində olan sözlərdən, hansı ki bu dediyim, sadaladığım sözlərdən istifadə edirlər və biz də onları görüb örnək alırıq da. Yəni bu zaman günah kimdədir? Yəni biz də başlayırıq o sözləri təkrarlamağa, istifadə etməyə. Bəli, çox təəssüflər olsun ki, artıq leksikona daxil olub sözlər, qeyd etdiyiniz deadline, background,
yəni CV deyirik də, tərcümə artıq qısa şəkildə CV deyirik. Təbii ki, bunlar artıq belə desək də o qloballaşmanın nəticəsidir. Çünki bu gün artıq bu sözlər tək bizim leksikonda deyil, bütün dünyanın demək olar ki, artıq leksikonunda var. Digər ölkələrdə də biz bu sözlərə rast gələ bilirik. Yəni bu sözlərdən istifadə edirlər. Qeyd etdiyiniz o HR-lar, yəni o kadrlar üzrə mütəxəssis. Bəli, işə götürən. Biraz HR qısa deyilir, rahatdır da. Ancaq əslində o kadrlar üzrə mütəxəssis, yəni bəli, açıqlamasıdır. O baxımdan bu şəkildə mən özüm şəxsən rast gəlmişəm. Çünki çox ölkələrlə ünsiyyətim var. Yəni o tədbirlərdə olmuşuq, konfranslarda iştirak etmişik, hətta könüllülük təcrübəsi keçmişik. Yəni o sözlərə o ölkələrdə də rast gəlmişik. Təbii bunu burada biraz günah axtarmaq mən deməzdim. Yəni bu belə deyək də daha çox düşünürəm ki, biz elə bir sözlər gətirməliyik ki, bu artıq dilçilərin hesab edirəm ki, bəlkə də işidir. Yəni o sözlər bu deyək ki, HR sözündən, nə bilim deyək ki, CV sözündən, background sözündən daha üstün hesab olunsun, daha yaxşı səslənsin. İndi düşünmək olar, təbii ki, onun dilçiləri daha yaxşı düşünə bilər ki, nə sözlər gətirə bilərik, daha müasir səslənsin, daha Azərbaycan dilinə bağlılığı olsun, bağlantısı olsun. Yəni bu cür sözlər mən düşünürəm ki, gətirilərsə, bu sözləri əvəzləyə bilər və dilimizdə zənginləşir deyirsiniz. İngilis dili sözləri işlətmərik, Azərbaycan dilində sözlər işlədərik. Məsələn, kadrlar üzrə mütəxəssis deyirik, bu biraz çox uzun səslənir. Qısa HR deyəndə daha rahat səslənir. İndi kadrlar üzrə mütəxəssisi hansısa başqa bir sözlə deyək ki, əvəzləsə və ya da deadline sözü, qısa sözdür. Bəli. Ancaq bunun açıqlaması nədir? Son müraciət tarixi. Bəli. Bu yəni çox 3 dənə sözdən ibarətdir. Yəni son müraciət tarixi elə HR-dakı kimi. Ona görə məsələn o cür sözləri nəyinəsə başqa bir formada əvəzlənsə, Azərbaycan dili sözü ilə təbii ki, düşünürəm ki, bəlkə də ingilis dili sözündən, o ingilis sözündən daha üstün hesab olunur. Mən sizə belə deyim də, yekun bir sual vermək istəyirəm. Yəni mövzunu yekunlaşdırmaq üçün bir çox cərimə tətbiq olunan sahələr, məsələn, yerə zibil atmaq, maşından yerə zibil atmaq, siqaret götürə atmaq və yaxud parklarda siqaret çəkmək, əsasən yəni cərimə tətbiq olunur bunlar üçün və insanlar daha çox çəkinir bu şeyləri eləməkdən. Sizcə ən azından dövlət səviyyəsində, dövlət televiziyaları səviyyəsində fərqli dillərdən istifadə etmək, Azərbaycan dilini təhrif etmək məsələsində cərimə tətbiq olunmalıdır, yoxsa dediyimiz kimi maarifləndirmə olmalıdır? Yəni bu balansı yenə deyim, qoymaq üçün. Çox yaxşı sualdır. Əslində, yəni hər şey maarifləndirmədən başlayır. Mən ümumiyyətlə bütün sahələrdə, istər dilimizin, istər deyək ki, qaydaların, deyək ki, cəmiyyətdə özümüzü necə aparmaq, ətraf mühitimizi necə qorumaq, yəni bütün bu məsələlər hamısı gəlir birinci növbədə maariflənməklə başlayır. Cərimə təbii ki, o halda tətbiq olunur ki, insanlar maariflənsə də, ancaq yenə də başlayırlar qaydaları pozmağa, deyək ki, ətraf mühiti çirkləndirməyə, yenə də avtomobili deyək ki, aynasından nəsə atmağa. Təbii bu hallar var və bunun qarşısını yalnız maarifləndirmə yolu ilə almaq mümkün deyil. Yəni maarifləndirirsən, düzdür, izah edirsən, ancaq cərimə olanda təbii ki, artıq bilir ki, bunun cəriməsi var. Buna maddi baxımdan belə deyək də ziyan vuracaq. Ona görə məsəl üçün artıq o özünü belə desək tərbiyələndirmiş olur. Yəni düşünür ki, bunu etmək olmaz. Və öz övladına da eyni zamanda onu izah edir ki, məsələn pəncərəni açıb oradan bir kağız atmaq olmaz və ya da zibil atmaq olmaz. Yəni maşında saxlamaq lazımdır nə varsa. Cərimənin yəni məqsədi odur. Ümumiyyətlə bütün dünyada, dünya təcrübəsində cərimələrin məqsədi məhz insanları belə desək də o qaydalara riayət etməyə çağırmaqdır, riayət etməyə məcbur etməkdir. Çünki ümumi qaydalar indi vətəndaş
Larımızın belə deyək də indi elə vətəndaşlarımız var ki, xaricdə yaşayırlar, gedirlər oradakı o vəziyyəti görürlər və o qaydalara uyğunlaşırlar. Ancaq nəticə etibarilə gələndə Azərbaycana görürsən ki, elə yenə də burada o qaydalarla, köhnə qaydalarla və yaxud da ki, artıq bir neçə il yaşayırsa xaricdə, artıq o qaydalara uyğunlaşır və gəlir hətta onu burada təbliğ edir ki, yəni bu olmaz, bunu etmək olmaz, zibil atmaq olmaz. Yəni insan təbii ki, insanı mən düşünürəm ki, iki üsul var da, bir maarifləndirmə üsuludur. Bu faiz nisbəti ilə deyə bilmərəm, yəni hansının faizi daha çoxdur? Yəqin ki, cərimənin faizi daha çoxdur. Yəni cərimə belə deyək də daha güclüdür və bu baxımdan ki, artıq cərimə olanda insan onu belə desək də istəsə belə, yəni hətta belə desək də nəyisə etmək istəyir, etmək istəmir, ancaq deyir ki, kim görəcək ki, yəni ki, onu belə etməz. Yəni çünki fikirləşir ki, görərlərsə cəriməsi olar. Yəni ki, bu şəkildə düşünürəm ki, yanaşma olar. Onda yəni qısaca deyirsiniz ki, cərimə tətbiq etmək uyğundur bu vəziyyətdə. Yəni ən azından dilimizin təhrif olunması məsələsində. Dilimizə biraz açıq deyim ki, indi belə deyək də, o dil məsələsi bu azad bir seçimdir. Biz orada bir cərimə tətbiq edə bilmərik də, çətindir biraz cərimə. Çünki bu dünyada azad olmamalıdır. Dövlət səviyyəsində təbii ki, dövlət səviyyəsində bu bir mənalı olaraq, yəni bir dövlətin qoyduğu qaydalar var. Deyək ki, o qeyd etdiyim kimi o yazışmalar var. O şəkildə də idarə olunmalıdır. Biz sizə təşəkkür edirik, vaxt ayırdınız bizə, çox sağ olun və bəzi mövzulara tam öz sahəmizdən, yəni bir siyasətçi kimi yanaşdınız. Çox sağ olun, təşəkkür edirik. Sağ olun, siz sağ olun. Dəvət etdiniz. Çox sağ olun.